kvadratla rombun oxşar və fərqli cəhətlərini denən. Birinci oxşar cəhətdən deyək. Aha. Oxşar cəhətləri bütün tərəflər bərabər. Afərin. Bəs fərqli cəhətləri? Kvadratın 90 bucaqlar neçə dərəcəli idi? 90 dərəcəli. Rombu deyil. Rombun bucaqları düz bucaq? Deyil. Ay, sağ ol. Sən mənə denən görüm. Kvadratın bir tərəfinin uzunluğu 5 santimetrdirsə, ümumi tərəflərin cəmi neçə santimetr olacaq? 20. 20, afərin. Yaxşı, sən mənə denən düz bucaqlı ilə paralelogramın oxşar və fərqli cəhətlərini. Birinci oxşar cəhətlərini denən görüm. Oxşar cəhətləri ikisinin də qarşı tərəflər bərabər. Afərin sənə. Yaxşı, fərqli cəhətləri nədir? Düz bucaqlıların bucaqların necə bucaqdır? Düz bucaqda, amma paralelogramın deyil. Afərin sənə.